ABC Akademiden olan bu nəsl ağacına aid genetika sualını gəlin birlikdə işləyək. Qan qruplarına aiddir və düşünürəm ki, tez-tez düşən suallardan biridir və maraqlıdır həll etməsi. Nəsl ağacında deyil, bəzi fərdlərin qan qrupları verilmişdir. Nömrələnmiş fərdlərdən hansılar mütləq şəkildə ikinci qan qrupludur? Ümumiyyətlə qan qrupları haqqında bilirik ki, onların 6 dənə genotipi, 4 dənə fenotipi var və 4-cü qan qrupu ilə 1-ci qan qrupunda isə 1 fenotip, 1 genotipdir. Burada rəqəmlər verilib bizə 1, 2 və 3 olaraq. Biz onları tapmalıyıq ki, görək hansı ikinci qan qrupudur. Aşağıdan yuxarıya doğru başlayaq ki, daha rahat olsun. 0 qan qrupu, yəni 1-ci qan qrupu verilib. 1-ci qan qrupunun da sadəcə bir genotipi var da, yəni 0-0-dır genotipi. Ona görə bunun qarşısına, yanına bir 0 yazıram mən. Yanına bir 0 yazdıqdan sonra baxıram görüm ümumiyyətlə bunlar filayeldə, yəni övladlardır. Övladlar valideynlərdən hansı genetikanı alıblar? Bu AB-yə baxıram birinci. Baxıram ki, B-ni alıbdı kimdən? Deməli, anadan. A-nı da almış olsun 3-dən, atadan. Sonra 0-0. 0-0 təbii ki, 0-ın birini alıbdı anadan. Digərini alıbdı atadan. Bu şəkildə 3-cü qan qrupunu tapdım. Tapdım ki, 2-ci qan qrup, deməli 3-cü deməli fərd 2-ci qan qrupuna malikdir. Sonra digərinə baxaq. Bu hissəyə baxaq. Bu hissədə deməli B0 var. B0 B-ni alıbdı anadan, 0-ı alıbdı 2-cidən, yəni atadan. 0-ı yazdım. Bu 0-ı buraya yazandan sonra burada təbii ki, birinci qan qrupu verib, yəni 0-0-dır. Baxsaq görək ki, yəni 0-0-dır bu. Bu 0, bir 0-ı atadan alıb, yəni 2-dən. Digər 0-ı da alıbdı anadan, yəni buradan. Bunu da yazdım. Yazandan sonra baxıram ki, A-ya nə qalır artıq? A-ya qalır, A-nı, burada B0-dır da, B0-dan A ala bilməyəcəyini görə A-nı deməli alıbdı 2-dən, A. Və bunun da yanındakı deməli A0 imiş ki, ikinci qan qrupu imiş. İkinci qan qrupunun 2 dənə fenotipi var, genotipi var. Birinci A-dır, digəri A0-dır. Deməli, bu A0 olan ikinci qan qrupu imiş. Sonra bu hissəyə baxıram ki, bir nömrəli fərdin genotipini tapam, qan qrupunu tapam. Deməli, burada nə var? Burada var A0. A0 A-nı alıbdı atadan, 0-ı alıbdı 1-dən. Məsələn, deyə bilərsiniz ki, nə bildin ki, A-nı atadan alıb 0 buradan. Çünki baxıram ki, 0 var da, AB-nin içindən 0 çıxa bilməz. Deməli, AB-dən A gəlib bura. Fərdlər də elədir ki, bir gen anadan alır, bir gen atadan alır. Yəni, A-nı atadan alıbsa, 0 avtomatik anaya qalır. Yəni, anadan almış olur. Bu hissəyə baxıram. Bu hissədə A-nı, deməli, əgər atadan almış olsa, onda gərək deməli 1-dən ala 0 genini, 0. Ola A0. Və yaxud da ki, əgər mən burada 0-ı qoymuşam da, bilmirəm bu 1-ci qan qrupudur, yoxsa 2-cidir, 3-cüdür. Əgər bu AA qan qrupudursa, AA 2-ci qan qrupudursa, onda bura qalır A0. Yəni, bax bu 1, 1. 2 variantda mümkün ola bilər. 1, 0, 0 variantında mümkün ola bilər ki, olsun ki, bunda 0 olsun və 0, 0 vəziyyətində 0 olsun. Bir də ola bilər ki, A0 vəziyyətində 0 olsun. Mən bunu dəqiq artıq bilə bilmirəm ki, bu A-ya görə dəqiq bilə bilmirəm ki, bu A0 olsaydı, deyərdim ki, bu 0, 0-dır və yaxud da nədir? A olsaydı, yenə bilərdim ki, bu A0-dır. Yəni, dəqiq bilə bilmədiyim üçün, mən bu 1 üçün deyə bilmirəm, 1-ci qan qrupudur, yoxsa 2-ci qan qrupudur. Bu şəkildə. İndi burada da bizə mütləq şəkildə deyir ikinci qan qrupu olsun. Yəni, bu dəqiq bilmədiklərimizi götürmürük. Ona görə 1-i götürmürəm. 2-ni mütləq şəkildə bildim artıq. 2-də başqa variant alınmırdı. 3-ü də mütləq şəkildə bildim ki, A0-dır. Bu da A0-dır. Deməli, cavab olacaq B variantı. Bunu yerlərini dəyişdirmişəm. Eyb yox. B variantı. İkinci və 3-cü qan qrupu mütləq bir şəkildə ikinci qan qruplu fərddir. Qəşəng sualdır. Yəni, bu məncə qəbulda qarşımıza çıxa bilər. Miqdə də qarşımıza çıxa bilər. Maraqlı bir sualdır. Həll etməsi də çox gözəldir. Yəni, insana həqiqətən gəl deyil bu tip məsələlər. Həll edəndən sonra da insan belə özünü ağıllı hiss edir.